Selam dostlar. Bunlar qabaqcandan göstərmişdim. Bu iki dana taze almışam. O bir dana da ki vardı, sütü de vardı. O cəldi kamilimizdi. Bir daha da vardı üstəci. Dostdu indi. Uçdu getdi üstə. Bir daha da mayası vardı onun. İçəridə balasının üstündə oturubdu. Ərzən və xidmət. Bunları səy eləyəcəm. Cəldi kamil eləyəm. Bunları da burada həm uçurdam, həm bilələrindən bala alam. O da toprağıdır ki, gətirib qoymuşam. Topraq yesin. Dənki içəridə həzminə görə də köməklik edir topraq. Dəki quşlar topraq söyər, edə çoxlu hər şey uçurdaram. Gedib topraqlı yer axtararlar, oturarlar orada, topraq yeyərlər, gələrlər. Və xatirin ki, çıxıb getməsinlər ayrı yerdə topraq yeməğa, mütməyin topraq olsun. Özüm toprağı gətirib qoymuşam bura ki, özləri toprağı yesin. Gündə bir seyri çıxaldıram. O da axşamla 1-2 saat çıxaldıram. Havalar dəyişilir, dən sularını verirəm. Ondan sonra bu salıram yerlərinə. Çünki indi balalar vardı onu. Sərdən gündə 3 vədə gəzə verirəm. Pişik baxsız. Orada gəzdən dönmüşəm ki, balalarına görə. Ona görə çox uçurdamıram. Uçurdamda ki, gəzalan ki yiyibdi, çıxır gedir, gecə də gəlmir. Balasına görə istəmirəm çıxıb gedər, gecə qalır eşikdə. Bu da ki, o birisi cütümdür. Hamamının mayasıdır ki, oturub cücəsinin üstündə. 2 tane yumurtamışdı. 3 tane yumurtamışdı. Birini ləkk elədi, biri qaldı. İndi bir yol o baladakı vardı, çıxıbdı, onu da biraz böyütsəm, gətirəcəm, götürəm özüm qəza verirəm, öz əlimlə qəza verirəm. Bunların vitaminlərini verirəm, bunlarınkini də verirəm, ta yumurtaya düşənənəcən ikisinin vitaminlərini verirəm. İnşallah Allah deyən olsa cüt yumurta versinlər. 2 tane yumurta çıxartsınlar. İkisinin də nütfəsi olsun. Subscribe və like-dan zəngulə deyirlər. Onu da yaddan çıxartmayın. Ki mənə də enerji olsun. Cəld eləməklərimdən əks ya film koyam YouTube'dan aparata. Bu da ki belə. Bunları indi salacam qəfəs içinə, koyam üstə. Koyam üstə ta cəld olunacam, ta elə beləsinə. Belən hələ 3-4 gün beləsinə yerdə qalacaqlar. 5-6 gün beləsinə qalacaq yerdə. 5-6 gündən sonra qoyacam burada mizin üstünə. Ta dövrəbəri görsün. Dövrəbəri görəndən sonra bir həftə, 5-6 gün, indi 2 həftə dövrəbəri görəndən sonra aram qanadlarını açacam ya bedonu çəsbilir. Qanadlar bağlı açacağım. Ötürəm onun üstündən. Həm bıraqdan tökəm, gələ burada yeyə, də yenə yerdə yeyə. Tablanın üçünə də adət eləsin. Harda qalxacaq, harda uçacaqdır, harda gəlib oturacaqdır. Bir daha da fəqət müşkülümüz vardı ki, bu balkonun
balkonumuz biraz kiçikdir. Yerim nacirdir. Cəld eləmək çox çətindir burada. 2 seri quş qaçırtmışam əlimdən. Bunları da açarlar yenə olsa inşallah qalar. Qaçmaz. Mahvarə də ki vardı burada, mahvarə boş qaldı. O biraz qabağını alır. Cəld eləmək. Kamilən dövrə bəri görmürlər. Bu saxtamandakı vardı, mən bu saxtamandakı cəld edirəm. 12 təbəqədir. 12 təbəqədən 3-cü təbəqədir bizimki. Ona görə biraz çətindir cəld eləmək. O birisi bir dənə quşlar ki üstədir, inşallah gələr. Filmin də qoyacam, yollaram biləcək. Feylan Xuda nigahtar.